Deməli, başlı birinci buzlaqlardan. Deməli, dedik ki, buzlaqlar yer səthinin 11%-ni əhatə edir və buzlaqlar özü ikiyə bölünür. Var dağ buzlaqları, var bir də örtük buzlaqlar. Dağ buzlaqlar deyəndə dağın zirvəsinə əhatə edən buzlaqlar nəzərdə tutulur. Örtük buzlaqlar deyəndə isə yer səthində örtü şəklində olan, məsələn, Qrenlandiya, Antarktida kimi ərazinin buzlaqları nəzərdə tutulur. Və əsas məsələ dağ buzlaqları, ona baxaq və onu başa düşək. Deməli, bir ərazidə qar xətti mövcuddur. Qar xətti deyəndə onun dağda olan 0 dərəcə temperaturda olan xətt nəzərdə tutulur. Məsələn, tutaq ki, burada 0 dərəcə temperatursa, burada qar xətti formalaşa bilər. Yaxşında hər dağdan mı qar xətti yaranır? Yox. Yəni dağ buzlağı deyəndə, qar xətti deyəndə dağ buzlağı nəzərdə tutulur da. Hər dağdan mı dağ buzlağı yaranır? Yox. Ona görə sənin dağın gələ hündürlüyü çox olar. Yəni, məsələn, ekvator enliklərdə, isti enliklərdə və ya tropik enliklərdə dağım yüksək olmalıdır ki, çox yüksək olmalıdır ki, o buzağı görsün. Amma qütbdə yüksək olması bizim üçün lazım deyil. Onsuz da ərazi çox soyuqdur. Yəni, okean səviyyəsində belə buzaq yaranır. Ona görə qeyd edə bilərikmi? Hər iqlim qurşağında özünün müəyyən qədər hündürlüyündə buzlaq yaranır. Məsələn, ekvator enliklərdə dağ buzlağının yaranması üçün ekvatorda gələ dağın hündürlüyü 4000 və ya 5000 olsun. 4000 və ya 5000-dən yüksək olmalıdır ki, sən dağ buzlağını görəsən. Amma tropik enliklərdə 5000 ya da 6000 olmalıdır ki, sən buzlağı görəsən. Deməli, ekvatorda 4000-5000-dir. Tropikdə 5000-6000 metrdən yüksək olmalı ki, buzlaq görsün. Mülayim enliklərdə 2700-dən yuxarı olmalıdır ki, buzlaq görsün. Qütbdə isə 0 metr olması kifayətdir. Nəyə görə? Çünki ərazi onsuz soyuqdur, donuşuqluqdur və temperatur həddən artıq aşağıdır və okean səviyyəsində belə buzlaq yaranır. Ona görə də qütbdə dağın hündürlüyünün çox da olması vacib deyil. Yaxşı, onda deyə bilərik, hansı dağlarda məsələn buzlaq görə bilərik? Məsələn, tutaq götürüm ekvator enliklərdə və ya məsələn deyim tropik enliklərdə. Tropik enlikdə 6000 metrdən yuxarı olmalıdır ki, mənim dağımda buzlaq yaransın. Əgər tropik enliklərdə olan bir dənə dağ hündürlüyü tutaq ki 3000 metr olsa, tropik enliklərdə 3000 metr hündürlükdə dağda buzlaq yaranmayacaq. Amma mülayim enlikdə 3000 metr dağda təbii ki, buzlaq yaranacaq. Yəni, demək olar ki, deyə bilərik ki, ekvatordan qütbə doğru temperatur azaldığına görə ekvatorda dağım yüksək olmalıdır ki, tropikdə dağım yüksək olmalıdır ki, buzlaq görsün. Amma qütbdə, mülayimdə alçaq olması kifayətdir. Azərbaycanda da eyni qayda işləyir təbii ki. Azərbaycanda buzlaq görmək üçün gərək hündürlüyü 3900 metrdən yüksək olsun. Bu da bura qeyd eləmişdim. 3900 metrdən yuxarı olmalı ki, biz buzlağı görə bilək. Yaxşıdır, hansı dağların hündürlüyü həddən artıq yüksəkdir? Yəni 3900-dən 4000-dən yuxarıda. Kimlərdir? Bazar Düzü, Bazar Yurdu, Tufan dağdır, Şah dağdır. Bu 4 dənə dağı dedim. Bu 4 dənə dağ və bir də bu 4 dənə dağın 4-ü hardadır? Böyük Qafqazdadır. Bircə dənə dağ var, Qapıcıq. O da Zəngəzur silsiləsində yerləşir. Deməli, deyə bilərik kimi o zaman Azərbaycanda buzlaq görən dağlar Böyük Qafqaz dağlarında və Zəngəzur dağlarında mövcuddur. Yaxşı, Talış dağlarında var? Yoxdur. Kiçik Qafqaz dağlarında var? Yoxdur. Bir də sual necə düşə bilər? Sənə sual deyə bilər ki, Kiçik Qafqaz dağlarında mən deyim ki, buzlaq görən dağ yoxdur. Ancaq deyə bilər ki, sənə Kiçik Qafqaz tektonik qalxmasında buzlaq xətti mövcud olan dağ var. Qapıcıq. Nə deməkdir bu? Biz demişdik ki, Kiçik Qafqaz tektonik qalxmasına aid olan dağlar hansılar idi? 1. Kiçik Qafqaz dağlarının özü. Kiçik Qafqaz dağlarının özü. 2. Naxçıvan dağları. 3. Nə idi? Talış dağları. Bu 3 dənə yer hara daxil idi? Kiçik Qafqaz tektonik qalxmasına. Və Kiçik Qafqaz tektonik qalxmasının yeganə Zəngəzur silsiləsinin Qapıcıq dağıdır ki, orada buzlaq görür. Burada aydındır hər halda. Və gəldim örtük buzlaqlarına, bayaq dediyim kimi. Örtük buzlaqlar nə oldu? Səth əhatə edən buzlaqlardır. Qrenlandiya, Antarktida, Kanadanın arxipelagında, Rusiyanın şimalında, Norveç, İsveçin şimalında, yəni qütb ətrafı ərazilərdə bizdə nə görəcəyik? Örtük buzlaqları. Yaxşı, bizim bu örtük buzlaqlarımızla
dağ buzlaqlarının xüsusiyyətləri var. Gəl bir dənə ona baxaq. Örtük buzlağının özünün özəl xüsusiyyəti nədir? Örtük buzlağında nə yaranır? Örtükdə. Örtük buzlağında nə yaranacaq? Iceberg. Iceberg. Bunun özəl xüsusiyyətidir. Dağ buzlağında nə yaranır? Dağ buzlağını dağ buzlaqları çay mənbəyi kimi istifadə olunur. Yəni çay mənbəyidir. Mənbə. Mən götürə bilmərəm ki, örtük buzlağı çay mənbəyi olsun. Məsələn, Antarktidada bir çaylar var, amma donmuş haldadır. Ancaq Antarktidanın buzlağı hər hansı bir çay kimi mənbə ola bilməz. Çünki ondan sonra okean gəlir. Amma dağ buzlağı çay mənbəyi ola bilər. Dağ buzlağından iceberg yarana bilməz. Çünki dağ buzlağı qurunun içərisindədir, materik səthindədir. Orada buzlaqlar çox da qalın deyil ki, ondan iceberg yaransın. Çünki biz bilirik ki, iceberg böyük, okeanda olan böyük bir buz parçası və onun uzunluğu və ya eni kilometrlərlə ölçülür. Nəzərə alsaq ki, Antarktidada olan buzlaqların qalınlığı 4000 metrdir, yəni 4 kilometrdir. O zaman orada yaranan böyük bir, yəni qırılan parça təbii ki, böyük olmalıdır. Icebergi böyük olmalıdır. Və təbii ki, bu iceberglərdə suda əriyən zaman, təbii ki, okean su bilir ki, müəyyən qədər temperaturu var və düşən iceberg əriyir. Amma görün təsəvvür edin ki, nə boyda qalınlığı var ki bunun, bu iceberg əriyərək müəyyən qədər həcmində qalır. Və bir də bunun ortaq cəhətləri var, həm örtük buzlaqlarının, həm dağ buzlaqlarının. Ortaq cəhət nədir? Hər ikisi şirin su mənbəyi kimi istifadə oluna bilər. Belə ki, mən dağdan başlayan çayların suyu şirin suludur və biz onun şirin su kimi istifadə edirik. Yaxşı, bəs örtük buzlaqlar necə şirin su kimi istifadə olunur? Məsələn, icebergin özü. Icebergin özü, yəni qırılmış okeanda olan iri buz parçaları ölçülər şirin su kimi istifadə edilir. Məsələn, nümunə verilməzsə ərəb ölçüləri. Ərəb ölçüləri buzlaqları icebergi şirin su kimi istifadə edirlər. Təbii ki, iceberglər okeanda gəmilər vasitəsilə quruya daşınır və orada şirin su kimi istifadə olunur iceberglər. Deməli, hər ikisi orta cəhət nə oldu? Şirin su kimi istifadə olunması oldu. Sonra, keçək o bir hissəyə. Bir də demişdik ki, buzlaqların 2 dənə növü var idi. Gletscher var idi və Frin buzlaqları var. Bir dənə ora baxaq. Gletscher var və Frin var. Gletscher qeyd edib, burada Frin də qeyd edib də. Frin nədir? Tutqun buzdur. Yəni təzə yaranmış qar örtüyü Frin adlanır. Artıq növbəti mərhələdə bu Frin şəffaf buzluğa çevrilir ki, biz də bunu nə adlandırırıq? Gletscher adlandırdıq. Buzluqda bir şey qalmadı. Gedək nəyə? Dəqiqə. Bataqlara. Əla. Bir şey demədim sənə. Deməli, buzlaqları öyrənən elm var. Adını yazmayıb bura. Adını qeyd edək onda. Qilyasiologiya. Qilyasiologiya buzlağı öyrənən elmdir. Gedək bataqlığa. Deməli, bataqlıq deyəndə hər halda təsəvvürümüzdə canlanırdı. Bataqlıq deyəndə nə nəzərdə tuturuq? Deməli, bataqlıqların yaranması üçün müəyyən qədər şərtlər var və təbii ki, bir ərazinin bataqlıq olması üçün yenə müəyyən qədər şərt var. Şərt odur ki, bir ərazidə bataqlıq olması üçün gərək üstünün torf qatı 30 sm-dən çox ola. Əgər 30 sm-dən çox torf qatı varsa, bu bataqlıq adlanır. Əgər 30 sm-dən azsa, bu artıq bataqlıq deyil, bataqlaşmış ərazidir. Aydındır? Torf qatı 30-dan çox olsa bataqlıq, 30-dan az olsa bataqlaşmış ərazi adlanır. Yaxşı, bu torf qatı nə deməkdir? Torf qatı bataqlığın üst hissəsinin o qaymaq hissəsi var. Üst hissəsi, qalın təbəqə. Bu məsələn burada görürsünüz şəkildə. Burada üst hissəsi var. Bax, bu bataqlığın üst hissəsinin torf qatıdır. Batağın üst qaymaq hissəsi onun torf qatı adlanır. Yaxşı, torf qatı mənim nə işimə yarayır? Nə qaracaq mən bu torf qatı ilə? Niyə bunu xüsusi bir ad vermişik? Çünki bu bizim işimizə yarayır torf qatı. Biz torfu ya yanacaq kimi istifadə edirik, ya da ikincidə istifadə edirik. İndi necə? Bunu izahına gedirəm. Əgər torf qatı qalındırsa, o üst hissəsi, bax görürsən, bax bu hissə, üst hissəsi yığılır və onlar bərkidilir. Ondan qranul adlı bir hissələr yaranır. Qranul nədir? Bu formada xırda-xırda, sarı rəngli, mərmiyə bənzər bir hissəciklərdir. Əslində bunu
torfdan hazırlayırlar. Yəni bu mərmi deyil əslində. Bunu torfdan hazırlayırlar və bunlar əslində betonlarla hazırlanır və onlar yanacaq kimi istifadə olunur. Məsələn, bir ərazinin qızdırılmasında və ya məsələn parvoz qatarların isidilməsində və onun hərəkət edilməsində və s. kimi yerdə istifadə olunur. Yəni ki, neft, qazı və kömürə əvəz edilən bir yanacaq növüdür torf. Biz bunu bu zaman istifadə edə bilərik. Bir də var əkinçi. Necə əkinçi istifadə edirlər? Əgər torf qatı nazikdirsə, biz o torf qatını quruduruq. O zaman yəni torf qatı quruduruq, bataqlığı quruduruq. Bataqlığı qurudaraq üst qatı nazik olan torf qatında məsələn buğda əkə bilərik, kartof əkə bilərik və s. kimi əkinçi kimi istifadə edilir. Və təbii ki, bunu niyə istifadə edir burada? Çünki həmin ərazi üzüm maddələrlə zəngin olduğuna görə əkilən məhsullarında çox məhsul əldə etmək mümkündür. İndi gəlir bura. Necə oldu ki, mən bataqlığın üstünün torf qatını həm yanacaq kimi istifadə edim, həm də əkinçidə istifadə edim. Bəyən bu torf qatı necə bir şeydir ki, mən bunu hər şeydə istifadə edirəm? Bu torf qatının yaranmasının özünün xüsusiyyəti var. Bir torf qatı üzüm maddələrlə zəngindir. Nə deməkdir üzüm maddə? Yəni bitki heyvan qalıqlarına zəngindir. Yaxşı, necə olur ki, bir bataqda bitki heyvan qalıqlarının toplanması nəticəsində üzvü qat yaranır? Necə əmələ gəlir bu? Bataqlıq ərazilər bilir ki, nəmli bölgələrdir və orada oksigen çatışmazlığı yaşanır. Niyə görə oksigen çatışmazlığı yaşanır? Üst hissələrdə bitki qalıqları üst hissəsini tutur. Üst hissəsini tutduğuna görə atmosferin təması keçmir. Təması keçməməsi nəticəsində o məsələn görsün göl. Nə deyim məsələn? Məsələn, yer Xəzər dənizi. Xəzər dənizi içərisində bitkilər, balıqlar var, bilirik də. 111-dən çox balıq növü var Xəzər dənizində. Və yaşayırlar da, həyatlarını sürdürürlər də. Əgər Xəzər dənizi qocalarsa və qocaldıqdan sonra ora Xəzər dənizinə çay tökülməzsə, artıq Xəzər dənizi qədim gölə çevriləcək və üst hissəsi demirəm belə bir şey olacaq. Yəni məsələn deyirəm də. Və üst hissəsində hansı ki düşən bitkilər və yarpaqlar, ağac qırıqları və ya canlılar düşən hissələr orada oksigen olmadığına görə konservləşəcək. Konservləşmək dedim, əslində həqiqətən konservləşir. Çünki bunu həqiqətən də elmi dillə mənası konservləşmə deməkdir. Bu bizim bildiyimiz normal konservə sözünün eyni mənanı ifadə edir. Necə ki, məsələn, mən götürürəm balıq konservasını. Balıq konservası açılır necə olur? Balıq içində diri-diri qalır. Bax, bu konservə o konservdən əmələ gəlibdir. Deməli, nə deyirəm mən sizə? Burada düşən bitki və heyvan qalıqları konservləşir və üst hissəsində toplanan hissələr imkan vermir ki, bu heyvan və bitki qalıqları içərisində durub hava geçsin. Nəticədə hava çatışmazlığı yaşanır və içinə düşən canlılar elə içində diri halı qalır. Və o vəziyyətdə olur ki, o göllü ərazi o vəziyyətdə qalır ki, artıq onun suyu təmiz olmur. Bulanıqlaşır və sanki bir ərazini qazmısan, içinə palçıq tökmüsən. Bu fonda bir şey yaranır. Və təbii ki, düşən canlılar da orada konservləşərək üst hissəsində bir üzvü bir qat yaradır. Torf qat yaradır. Bura qədər aydındır. Torf qatı başa düşdü. Yaxşı, necə olur ki, biz ərazidə bataqlıq yarandığını görürük? Yəni, onun üçün bir müəyyən qədər şərtlər olmalıdır. Necə bataqlıq yaransın? Hər yerdən bataqlıq yaranır? Yox. Onun üçün müəyyən şərtlər olmalıdır. Şərtlər burada qeyd edilibdir. Nədir? Birinci, yağıntının çox olması. Yağıntı həddən artıq olmalıdır. Ərazi hamar, düzən olmalıdır. Təsəvvür edin ki, əgər ərazinin meyli çox olsa, dik olsa, o zaman yağan yağış ərazidə qalıb topulanmaz. Ona görə də axıb gedər. Və dik olan zaman artıq mənim üçün bataq yaranmayacaq. Bataqlığın yaranması üçün ərazi düzən olmalıdır ki, yağan yağış, əriyən buzlar düz ərazidə yığışıb qalsın. Nəticədə orada gölməçə yaransın və o da sonunda su axımı olmaması və su mübadiləsi olmaması sonucunda bataqa çevrilsin. İkinci nə olur? Hamar relief. Üçüncü nədir? Gölün dayazlaşması və ya bitkinin örtülməsi. Bu gölün dayazlaşması deməkdir ki, göl artıq qədim gölə çevrilir. Məsələn, Xəzər dənizi orta yaşda göldür və ya Baykal gölü onun kimi. Amma dünyada nə göllər var ki, ondan keçmiş dövrdə yarandı, artıq qədim gölə çevrilibdir. Və qədim göllü ərazi artıq da sonda bir göl ya bataqlığa çevrilir,
Yəni buna məhkumdur. Ya matağa çevirməlidir, ya da ki göl qurub getməlidir. Başqa yol yoxdur. Deməli göldən yarana bilər. Üçüncü nədir? Daş dördüncü, yeraltı suların sətə yaxın olması. Biz bilirik ki, bir ərazidə yeraltı suların sətə yaxın olması səth ərazini su ilə daim təmin edir və daim təmin etməsi nəticəsində bataqlıq yaranır. Təbii ki, həmin ərazidə yeraltı sular şirin olmalıdır. Duzlu olması bizdə bataq yaratmır. Sadəcə şorluq yaradır. Yeraltı su necə olmalıdır? Şirin olmalıdır. Dördüncü, beşinci nə verdi? Su keçirməyən suxur olmalıdır. Nə deməkdir? Təsəvvür et ki, burada bir dənə su keçirən suxur var. Burada bir dənə su keçirən suxur qoyum. Burada da qoyum su keçirməyən suxur. Qalın qoyaq da bunu, su keçirməyən suxuru. Su keçirən suxur, yağış yağır və ya buzlaq hərləyir. Nəticədə su aşağı doğru keçir və bataqlıq yaramayacaq. Amma əgər bir ərazidə su keçirməyən suxur varsa, o zaman yağış yağan zaman bu su keçirməyən səthin üzərinə yığışır və aşağı doğru gedə bilmir. Nəticədə su keçirməyən suxur üzərində gölməçə yaranır ki, bu da sonda nəyə çevrilir? Bataqlığa. Sonra dəniz, çayın səthi ərazi basması, təbii ki, bu da bataq yarada bilər. Daimi donuşuqluq deyəsən, bu nə əlaqə? Daimi donuşuq necə bataq yarada bilər? Təsəvvür et ki, bir ərazi donubdur, buz bağlayıbdır və yay dövründə artıq, məsələn, yaz olur və yay olur, həmin ərazinin suyu və ya buzağı əriyir. Əriməsi nəticəsində su həmin ərazidə qalır. Axı, əridi buzaq, su qalır torpağın üstündə. Və uzun müddət qalması nəticəsində axı nəmlikdir. Biz demişdik ki, bataqın yaranması üçün nəmlik olmalıdır. Və nəmlik olduğuna görə bataqı yaranacaq təbii ki. Və sonra nə veribdik? Qleli puzot baxlar. Bunu deməmişik əslində. Bu biosferə aid olan bir mövzudur. Qütbə yaxın ərazilərdə və iyniyarpaqlı ağacların olduğu bölgələrdə pudzol və qleli tubaqları var. Elə bayaq dediyim şeydə də buzaq ərazilərdə dedim ki, bataq yaranır və buzluq əraziyə yaxın olan bölgələrdə iyniyarpaqlı və alçaq boylu ağacların olduğu bölgələrdə yenə bataq yaranır. Biz bilirik, Rusiya ərazisində kifayət qədər bataqlıq var və Norveçdə, İsveçdə, Kanadada. Nəyə görə? Çünki bura rütubətli əmsavvətdən böyükdür və iyniyarpaqlı ağacların olduğu ərazidə. Yəni, burada olan tubaqların adı nədir? Pudzol və qleli. Bunu da öyrənmiş olduq. Deməli, mən nə dedim? Bir ərazidə dedik ki, bataqların yaranması üçün gələk üstünün qatının qalınlığı 30 cm-dən çox olsun. 30 cm-dən çox olur bataqlıq, 30 cm-dən az olsa olur bataqlaşmış ərazi və bataqlıq dedik ki, olması üçün müəyyən qədər şərtlər var. Şərtlərə burada gördüklərimiz idi. Hansılar oldu deməli? Buxarlanmanın vahiddən böyük olması, vahiddən kiçik olması, yağıntı yox, böyük olması düz dedim. Vahiddən böyük olmalıdır, yağış çox yağmalıdır, buzaq olmalıdır, buzaq əriməsi nəticəsində bataq yarana bilər və ya dənizin və ya çayın daşması, quru əraziyə basması və ya buzaq olan ərazi və ya yeraltı suların sətə yaxın olması və ya pudzo tubaqlar bizim üçün yaradır, bataqlaşmış ərazilər yaratdı. Bunu başa düşdük. Və bir də burada sfagnu mamru var. Buna qayıdacağam birazdan. Bataqlıq özü ikiyə bölünür. Var üst, var alt bataqlıq. Deməli, üst bataqlığın özünün xüsusiyyəti var, alt bataqlığın özünün xüsusiyyəti var. Düz kitabda bunu verirəm, amma mən bunu sənə ayrıq deyəcəm, daha yaxşı başa düşməyin üçün. Üst bataqlıqlar harda yaranır? Üst bataqlıqlar ekvatorial iqlim quşağında, mülayim iqlim quşağında və subarktik iqlim quşağında. Ekvatorial, mülayim, subarktik. Alt bataqlıqlar tropik və subtropik iqlim quşağında yaranır. Üst bataqlıqlar meşə ərazisində formalaşır, meşədə. Yəni, bu meşə ya ekvatorun enli yarpaqlıq meşəsidir, ya da mülayim və subtropikin enli yarpaqlı meşəsidir. Alt bataqlıqda isə çöl, meşə çöl də formalaşır. Sonra, üst bataqlıqların qida mənbəyi həm yağış suyudur, həm də ki, yeraltı sudur.
Amma alt bataqlıqlar çöldə olduğuna görə, tropik ərazi olduğuna görə, yağış yağmadığına görə nəzərə alsaq, yağış yağmır. Orada qida mənbəyi nə olur? Yeraltı su. Sonra üst bataqlar meşədə formalaşdığına görə bil ki, meşə kifayət qədər yağış yağır, kifayət qədər bitki, heyvan aləm var. Orada yaranan torf qatının qalınlığı da çoxdur. 6-10 metrdir. Amma alt bataqlar səhra, səhra yox, çöl zonasının yarandığına görə, bitki heyvan təliminin çox olmadığına görə, yağış çox yağmadığına görə buradakı olan torf qatı daha nazikdir. 1 və ya 2 metrdir. Bayaqlarım 30 sm deyildim, 10 metrdən də vururam. Sonra üst bataqlığın torf qatı çox qalın olduğuna görə mən bunu yanacaq kimi istifadə edirəm. Amma üst bataqlıqlar, alt bataqlıqlar nazik olduğuna görə onu mən əkinçilikdə istifadə edirəm. Əkinçilik. Deməli, bir dənə baxaq, bir də gedək xüsusiyyətlərinə. Üst bataqlar ekvatorial, mülayim və subarktik iqlim qurşağında yaranır. Meşə landşaftında formalaşır. Yağış yeraltı sularından qidalanır. Qalınlığı 6 və 10 metrdir və yanacaq kimi istifadə olunur. Alt bataqlılar tropik və subtropik iqlim qurşağında formalaşır. Çöl meşə çöl landşaftında yaranır. Yeraltı sularından qidalanır. Qalınlığı 1 və 2 metrdir. Əkinçilik üçün istifadə olunur. Yaxşı, bunların ortaq xüsusiyyəti var. Hə, ortaq xüsusiyyəti nədir? Hər ikisində yaranan bitkilər eyni bitkidir. Yəni, bir ərazinin bataqlaşması üçün xüsusi bir bitki növü var. Bayaq adını çəkdim. Sfagdum mamru. Testə düşərsə, ortaq cəhət bax budur. Hər ikisi vahiddən böyük rütubətli olmalıdır. Hər ikisində yağıntı, buzlar, bayaq sadılmış şeylər vardı, bax bunlar. Bunların hamısı olmalıdır. Yəni, bu ortaq cəhətdir hər ikisi üçün. Və hər ikisi üçün ortaq cəhət həm də nədir? Sfagdum mamrunun olması. Aydındır bu. Həm fərqli, həm oxşaq cəhətləri gördük. Alt və üst bataqları. İndi baxaq, hansı ərazilərdə yaranır bataqlıqlar? Demirəm hansılarda üst bataqlıq, alt bataqlıq. İstəyim buna gedək. Bayaq mən dedim ki, alt bataqlıq, üst bataqlıq yaranır ekvatorial və mülayim iqlim qurşaqlarında və subarktik iqlim qurşaqlarında. Yəni belədir də, bax bura alt bataqlıqdır, bura alt bataqlıqdır. Bəs üst bataqlıq haradır? Bax bu ərazilərdə. Yəni üst bataqlıq. Bayaq dünyada ən çox bataqlıqların yayıldığı ərazilər hansıdır? Burada rəngdə verilib görsən, boz hissədə və sarı rəngdə olan hissələr, yaşıl olan hissələr bataqlaşmış ərazilərdir və ən çox bataqlıq olan ölkələr hansı ölkələrdir? Braziliyadır, Konqadır, sonra İndoneziyadır, qalxıram yuxarı Rusiyadır, Norveçdir, İsveçdir, Danimarkadır, Finlandiyadır, Polşadır, Almaniyadır, Ukraynadır, Kanadadır, ABŞ-dır. Bu ölkələr ən çox bataqlığı olan ölkələrdir. Deməli, bildim ki, bataqlıq yaranan iqlim qurşağı desən, ən çox bataqlıq olan iqlim qurşaqları ekvatorial, mülayim, subarktik, bataqlıq olan təbii zonalar, enliyarpaqlı və inyarpaqlar, bataqlıq olan ölkələr Braziliya, Konqa, İndoneziya, Norveç, İsveç, Danimarka, Polşa, Almaniya, Ukrayna, Belarus, Rusiya, ABŞ, Kanada kimi ölkələrdə bataqlıq ən çox yayılan ərazilərdir. Dünyanın ən böyük bataqlığı hansıdır? Dünyanın ən böyük bataqlığı, bax görsən bura yaşıl rəngdə verilən ərazi, Rusiyanın qərbi Sibir ovağında yerləşən, bax burada olan bataqlıq Vas-Yugan bataqlığı. Adını dedim, Vas-Yugan bataqlığı. Dünyanın ən böyük bataqlığıdır. Qərbi Sibir və Rusiya ərazisinə düşür. İndi bura hissəyə qayıdıram. Burada bir dənə bir şey yazıbdır. İndi mən gözüm aldı bunu. Bura yazıbdır. Nə deyibdir bizə? Qalınlığı 6-10 metr olan hansı üst bataqlıq edilir? Yazır ki, üst bataqlıqlar tundra, meşə tunu və tayqa zonasında rast gəlinir. Bu nə deməkdir? Bayaq mən dedim ki, üst bataqlıqlar formalaşır ekvatorial meşələrdə, yəni enliyarpaqlı meşələrdə və inyarpaqlı meşələrdə. Bu inyarpaqlı meşələr elmi dildə adı inyarpaqlı getmir. Tundra və ya tayqa gedir. İndi bu tundra, bu tayqanın fərqi nədir? Tayqa hündür boylu inyarpaqlı ağaclardır. Yüksək boylu inyarpaqlı ağacların adı tayqadır. Bəs tundra nədir? Alçaq boylu inyarpaqlı ağaclar. Aydındır. Hündür boylu tayqadır, alçaq boylu tundradır.
Bunu da gördük. Bəyax Azərbaycanda bataq yaranır? Xeyr. Azərbaycanda bataqlaşmış ərazi var. O da hardadır? Deməli, bizdə formalaşan bataqlaşmış ərazilər Xəzər dənizinin sahilində və Kür ovalıqındadır. Xəzər dənizinin sahilini başa düşdük ki, yaranma səbəbi nədir burada? Sahildə yerləşən Xəzər dənizinin təsirinə yaranır. Təbii ki, bilirik ki, Xəzər dənizi səviyyəsinin artması ərazinin suyun batmasına səbəb olur. Nəticədə bu ərazidə qalan su bataqlaşmaya səbəb olur. Yaxşı, niyə Kür ovalığı yaranır? Onun yaranma səbəbi yeraltı sulardır. İndi mən keçsəm yeraltı sulara, onu da orada izah edəcəm. Deməli, gəldim yeraltı sulara. Yeraltı sular ümumiyyətlə ikiyə bölünür. Yeraltı sular var, qrunt suları var, artezan suları. Bəs bunu mən necə fərqləndirirəm? Deməli, burada var su keçirməyən suxurlar. Bu gördüyün korişniki, bax bura, su keçirməyən suxurdur. Yəni suya davamlı suxurdur. Bu da su keçirməyən suxurdur. Görsən, bu ikisinin arasında qalan su, bax bura. Bura artezan suyudur. Artezan suyudur. Yəni nə oldu? İki su keçirməyən lay arasında olan sular oldu nə? Artezan suyu. Ancaq bir dənə su keçirməyən lay üstündə olan su nədir? Qrunt suyu. İki su keçirməyən qat arasında olan artezandır. Bir su keçirməyən qat üstündə olan qrunt suyudur. Bəzən artezan suyuna laylar arası su da deyilir. Bax, burada adın yazıbdır. Laylar arası su. Bəzən buna laylar arası su da deyilir. İndi gəl bunun xüsusiyyətlərinə baxaq. Məsələn, artezan suyu necədir? Xüsusiyyəti nədir və qrunt suyunun xüsusiyyəti nədir? Və yenə qayıdıram bu tərəfə boş sahə olduğuna görə bunların adlarını qeyd edək. Yazaq bura böyle ayrıq iki yerə. Yazaq qrunt. Yazaq bir də artezan. Artezan başqa adı nə oldu? Laylar arası. Lay arası. Artezan suyu iki su keçirməyən qat arasındadır. İki su keçməyən qat arasındadır. Bu su keçirməyən qatın üstündədir. Keçməyən qatın üstüdür. Yəni bir dənə su keçirməyəndə yerləşir. Artezan suyu iki su keçirməyən qat arasında olduğuna görə daha təmizdir və şirindir. Təmiz olur və şirindir. Bu. Amma qrunt suyu niyə təmiz dedim? Çünki qrunta toxunacağım o hissədə. Qrunt suyu bəzən şirin, bəzən duzlu, bəzən isə şirin ola bildiyi halda çirkli, duzlu ola bildiyi halda çirkli olur. Yəni bəzən çirkli ola bilər. Gəl baxaq. Artezan suyu dedim ki, təmiz olur və şirin olur. Təmiz olma səbəbi iki su keçirmə qat arasında olmasıdır. Yaxşı, şirin olma səbəbi yenə eyni ilə iki su keçirmə qat arasında olmasıdır. Və biz bunu daha çox şirin su kimi istifadə edirik, artezan suyunu. Və artezan quyusu olur, bilir, artezan quyusuna içmişik. Artezan quyusu artezan suyu ilə çəkilmiş bir hissədir və biz oradan suyu əldə edirik. Yaxşı, qrunt suyu dedim ki, iki yerə bölünür. Şirin və duzlu. Yaxşı, bunun bizim üçün nə təsiri var? Şirin qrunt suyuna qarşı duzlu qrunt suyuna nə edir bizə? Gəl bunu da ayıraq. Şirin duzlu su bataqlıq yaradır. Bataqlıq, bayaq dediyimdir. Bayaqlar bataq yaranması üçün yeraltı sular da vacibdir. Bataqlıq yaradır. Sonra nə yaradır? Düzən meşə yaradır. Dağ meşə demirəm, düzən meşə deyirəm. Çünki dağ meşə üçün yağış onsuz yağır və kifayətdir və onsuz rütubətli əmsa vahiddən böyükdür və həm də ki, yer səthinin qalınlığı çoxdur. Amma düzən ərazilərdə meyilliyi azdır. Ona görə də yeraltı sular əraziyə qalxaraq düzən meşə yarada bilər. Deməli, şirin su bataqlaşmış ərazi bataq yarada bilər və düzən meşə yarada bilər. Düzən yazmayın. Düzən meşə. Azərbaycanda var belə bir şey? Var. Məsələn, Samur-Dəvəçi ovalığında meşə formalaşıbdır. Kür ovalığında meşə formalaşıbdır. Qanı-Qayıçayda meşə formalaşıbdır. Lənkəran ovalığında meşə formalaşıbdır. Düz Lənkəran ovalığında yaranan meşənin səbəbi sadəcə yeraltı su deyil, həm də yağışdır, aydın məsələdir. Amma Kür ovalığında, Samur-Dəvəçi ovalığında və Qanı-Qayıçayda təbii ki, yaranma səbəbi yeraltı sularıdır. Və ikinci nədir? Duzlu sular. Gəl bunu başqa rəngdə verək.
Duzlu su nə yaradır? Sadəcə bir dənə bir şey yaradır duzlu su. Şoranlıq. Şoranlıq nə idi? Bir də yamsılıq. Şoranlıq duzlu torpaqları idi. Deməli, bizim artsan suyumuzdan fərqli olaraq qurun suyumuz daha rəngarəngdir. Qurun suyu duzlu və şirin oldu. Duzlu sular şoranlıq yaradır. Şirin sular isə bataqlıq və düzən meşə yaradır. Yaxşı, mən eləyə bilərəm ki, bataqlığı da təmizləyib, şoranlığı da təmizləyib. Hə, təmizləyə bilərəm. Bunu təmizləməyin tək bir yolu var. Kollektor drenaj sistemini istifadə eləmək. Nə istifadə elədim? Kollektor drenaj. İstifadə eləməliyəm ki, mən qurun suyunu yox eləyim. Yəni səviyyəsini azaldım. Yox eləməyim, təbii ki, səviyyəsini azaldıram. Səviyyyə bataqlıqdır. Batağın yaranıb bir ərazidə, quraq ərazidə. Təbii ki, biz bilirik ki, bunun quraq ərazi, bataq yaranması deməli yağış yoxdur, buzlaq yoxdur. Deməli necə yarana bilər? Yeraltı su yarana bilər. Başqa izah yoxdur ki. Yaxşı, mən necə bunu yox eləyə bilərəm? Yeraltı suyu kollektor drenaj sistemindən azaldıram səviyyəsini. Azaldandan sonra isə batağı quruduram. Yaxşı, bəs şoranlığı necə ləğv eləyə bilərəm? Yenə qurun suyu səviyyəsini azaldıram kollektor drenaj sistemi vasitəsilə. Ondan sonra da şoranlığın üstünü suyunu yuyub təmizləyirəm və o çiçək kimi bir dənə torpaq. Aydındır? Gözəl. Sonra, yaxşı, qurun suyu başqa nə yarada bilər? Əslində başqa bir şey yaradır. Yalnız salsaq, yadımıza düşər. Başqa nə yaradır qurun suyu? Sürüşmə. Torpaq sürüşməsi yaradır. Biz bilirdik, sürüşmənin yaranması üçün şərtlər var idi. Gərək meyli çox ola, gərək buzlaq əriyə, gərək çox yağış yağa, gərək zəlzələ baş verə, tektonik hadisə baş verə, yəni və ya su keçirməyən suxurun üzərinə su keçirən suxur olmalıdır ki, sürüşmə baş versin. Hətta bundan başqa yanımızda demişdik ki, sürüşmənin baş verməsini təsir edən amillərdən biri də yeraltı sulardır. O yeraltı sular, bax bu yeraltı sular, qurun suyudur. Artsan suyu deyil, qurun suyudur. Qurun suyu həm də sürüşmə yaradır. Yenə sürüşmə olsa, mən bunu qarşılamaq üçün nə istifadə edə bilərəm? Kollektor drenaj sistemi istifadə eləyərək suyu səviyyəsini azaldaraq digər əraziyə axıda bilərəm. Nəticədə sürüşmənin qarşısını az da olsa almış olaram. Yaxşı, Azərbaycanda sürüşmə baş verir. Hə, harda baş verir? Böyük Qafqazın cənubunda. Təbii ki, bura həm yağış, həm yeraltı sular, həm buzlaq təsiri. Təbii ki, bunların qarşısını hamısını almaqla sürüşməni az da olsa önləmi almış ola bilərik. Sonra getdim nəyə? Azərbaycanda yaxşı, şirin qurun suyu var. Təbii ki, bununla bayaq dedim, nə yaratdı? Lənkəran ovalığında, Samur Dəvəcə, Qanağayı çayda yaratdı nələr? Düzən meşə yaratdı. Yaxşı, Azərbaycanda bəs duzlu qurun suları var? Var, əlbəttə var. O da harda yerləşir? Kiraz ovalığında. Azərbaycanın ən böyük olan qurun suyumuz yerləşir harda? Kiraz ovalığında və onlar da duzlu olduğuna görə səthə çıxan zaman nə yaradır? Şoranlaşmış ərazi. Məsələn, Kiraz ovalığında şoranlı torpaqların çox görmə səbəbi məhz budur. Əslində abşurumda var. Yeraltı sular və yerində duzlu sularda. Və həm də Kiraz ovalığında artezyan suları var. O da onun altında yerləşir, artezyan suyu. Və bu da Qafqazın ən böyük artezyan hövzəsi hesab olunur. Bir də bir şey demədim mən bayaqlar yeraltı sularda. Demədim mən dünyada, Azərbaycanda dedim ən böyük, Kiraz ovalığında da Qafqazın ən böyük artezyan suyudur. Amma yadımdan çıxdı demədim. Dünyada ən böyük artezyan suları harda yerləşir? Mərkəzi Asiya, Mərkəzi Avstraliya, Qərbi Sibir ovalığı və Afrikanın şimalı. Maraqlıdır ki, Avstraliya başa düşdük, Mərkəzi Asiyanı başa düşdük, Qərbi Sibiri başa düşdük. Afrikanın şimalında da əslində artezyan suları var. Amma maraqlıdır ki, böyük miqdarda artezyan suyu olmasına baxmayaraq, şirin su olmasına baxmayaraq Afrikada su qıtlığı yaşanır. Bunun tək səbəbi var. Çünki bilirik ki, Afrika ölkələri keçmiş dönəmdə müstəmləkə dövlətləri olmuşdu və hal-hazırda da müstəqil dövlət olmasına baxmayaraq xarici siyasət və daxili siyasətləri müstəqil siyasət yeridə bilmirlər. Təbii ki, bu əvvəlki ölkələrin, yəni metropolita ölkələrin təsiri həlli mövcuddur.
Və təbii ki, bunu qeyd edə bilərik ki, hal-hazırda bunu istifadə etmə səbəbi BMT və NATO-nun qərarıdır. Qərarı nədir? Buna belə qərar alıblar ki, gələcəkdə şirin su qıtlığı yaşanacaq və bunun qarşısını almaq üçün Afrikada yerləşən şirin su ən böyük bizim çıxış yolumuzdur. Əslində biraz insafsız kimi görsənir, amma belə qərar alıblar nəysə. Və əslində o qədər böyük su ehtiyatı var ki, Afrikanın şimalında. Biz bilirik ki, Afrikanın sahəsi nə qədərdir? 30 milyon kvadrat kilometrdir və sənin dərsində deyir ki, burada bir dənə cümlə var idi. Tapın bu cümləni. Aha, bax deyir ki, cümlədə. Deyir ki, Afrikanın şimalında olan şirin suyu bu ərazinin üstünə yaysaq, o zaman 35 metr qalınlığında şirin su ehtiyatı yarana bilər. Təsəvvür edin ki, nə qədər miqdarda, böyük miqdarda şirin su ehtiyatı var və bu da bütün ərazini tuta biləcək qədər şirin su ehtiyatı. Dünya deyirəm, amma Afrika ərazisini deyirəm. O qədər çox deyil təbii ki. Və yenə də Afrikada şirin su qıtlığı yaşanır. Ancaq müəyyən qədər istifadə edirlər. O da artezan quyularından falan və ya az miqdarda özləri çəkib istifadə edirlər. Amma geniş miqdarda istifadə etməyə qadağan qoyublar. Yəni biraz bir embargo qoyulub əslində. Çox istifadə olmaq qadağandır. Sonra gedək o bir hissəyə. Azərbaycan dedim də, Azərbaycan yeraltı suları nəsə qaldı burada, yoxsa yox? Dəqiqə düşündüm, görüm nə qaldı. Hə, çitlənmiş su demədim mən sənə. Deməli deyim ki, arsa həmişə təmiz olur, amma qurun suyu çitlənə bilər. Amma necə çitlənə bilər? Həqiqətən çitlənir. Çünki niyə? Artezan su iki dənə su keçirmə layər arasındadır. Ona görə həmişə təmiz qalır. Heç bir çilli su bunu axıdıla bilmir. Amma qurun suyunun üstü açıqdır. Yəni torpağa birbaşa təmas edə bilər. Birbaşa təmas elədiyinə görə bu sular çitlənmə ehtimalı çoxdur. Necə çitlənə bilər? Məsələn, tutaq götürürəm bir ərazidə, belə bir şey deyim mən sənə. Mən buranı silim. Məsələn, bir ərazidə təsəvvür elə ki, əkinçilik edirlər və məsələn, kartof əkirlər və ya buğda əkirlər. Bilirik ki, hal-hazırki dövrdə əkinçidə kimyəvi gübrələr çox istifadə olunur. Təbii gübrələr yox, ən çox istifadə olunan kimyəvi gübrələrdir. Və bu kimyəvi gübrələr istifadə olunan zaman torpaqlar çox sulanır və su təbii ki, kimyəvi gübrə ilə azotla məsələn qarışır və torpağın altına təmas edir. Axı sudur, su keçirən suxur var axı üstə. Su keçirən suxurla o çitlənmiş su, o gübrəli su torpağın altına doğru gedir. Torpağın altına doğru getməsi nəticəsində bu qurun suyu çitlənə bilərmi? Nəticə etibarıyla mən qurun suyu çirkləndirdim. Və saray kimi proseslər yenə eyni ilə qurun suyu çirkləndirə bilər. Aydındır bura qədər. Başqa qaldı. Deməli, buzaxar dedi, bataqlı dedi, yeraltı sular dedi. Qaldı Xəzər dənizi. Ona baxaq. Xəzər dənizində indi bir də dəniz çəkin başqa. Xəzər dənizi haqqında onu da göndərir.